قيل للإمام الأوزاعي رحمه الله إن رجلا يقول أنا أجالس أهل السنة وأجالس أهل البدع، فقال الأوزاعي هذا رجل يريد أن يساوي بين الحق والباطل. الإبانة الكبرى لابن بطة. İmam Əvza'i, tanınmış İmam Əvza'i rahimehullah belə deyilir. Bir kişi deyir ki, mən həm əhl-i sünnə ilə, həm də bidət əhli ilə oturub dururam. Yəni həmin adamın dediyi sözü şeyxə çatdırırlar ki, şeyx də buna bir fikir, bir rəy bildirsin. Şeyx isə belə cavab verir. Bu, haqla batili eyni etmək istəyən kəsdir. Yəni bu adam düşünür ki, haqla batil eyni ola bilər, eynidir. Yəni aralarında heç bir fərq yoxdur. Subhanallah, heç haqla da batil eyni ola bilərmi? İbn Battah rahimehullahın Əl-İbanətul Kubra kitabı 1-ci cild 212-ci səhifə.